Sahih-i Müslim, Sahih-i Buxari, Müsnəd-i Əbi Davud, Şiə kitabları, Sünni kitabları, onlar hamısı nəql edirlər, deyirlər, Həzrət buyurdu İslam Peyğəmbəri, buyurdu, elə ki İmam Zaman zuhur eləyəcək 12-ci imamımız, Həzrəti İsa göydən nazil olacaq yerə, dayanacaq İmam Zaman ağanın arxasında cəmaat namazı qılacaq, iqtida eləyəcək ona. Hədisdə var ki, Həzrəti İsa gələndən sonra beyət eləyəcək, əl verəcək İmam Zaman ağanın əlinə, beyət eləyəcək ona. Namaz vaxtı olanda İmam Zaman ağa duracaq ayağa, İsa Peyğəmbərə deyəcək ki, keç qabağa, iqtida eləyək sənə namaz qılaq. Ondan deyir, İsa çəkiləcək dala, deyəcək ki, Allah imamətə səni layiq görüb. Allah səni layiq görüb bu imamətə. Səndən qabağa keçmək olmaz da. Ondan sonra iqtida eləyəcək, mavin olacaq ona. Hədislərdə var, Həzrəti İsa İmam Zaman ağanın mavini olacaq. Və Məsihiyyətin barəsində İsa'nın vasitəsi ilə onları dəvət eləyəcək İslam'a. İslam Peyğəmbəri buyurur, فَلَا يَبْقَى عَلَى وَجْهِ الْأَرْضِ أَحَدًا إِلَّا قَالَ لَا إِلَٰهَ إِلَّا اللّٰهِ. Yeryüzündə hətta bir insan qalmayacaq ki, hətta onların hamısı deyəcəklər La İlahə illallah. Hamısı müsəlman olacaqlar. Və nuridu ən nəmunnə aləl-ləzīnə stuz'afu fil-ərz. Onları ki, onların həqqini almışdılar, onlar qayıdıb hakim olacaqlar yeryüzündə. Əli əleyhissalam deyir, bilirsiniz o kimdir? Buyurur, o Peyğəmbərin əhl-i beytidir. Hədisdir. Əli əleyhissalam buyurur ki, o Peyğəmbərin əhl-i beytidir ki, Həzrəti Məhdi zuhur eləyənlər. Allah onlara daha izzət verəcək çox və onlar necə lazımdır Allahın əmrin, ədalətin icra eləyəcəklər. Nəhcül Bəlağədə bir cümlə var, bundan qutarıram sözümü. Çox gözəl bir cümlədir. Mən yazmışam burada Nəhcül Bəlağədə, o axırdakı hədislər var, Həzrətin hikmətli sözləri 200-ci hədisdir Feyzül İslam Nəhcül Bəlağəsində, inşallah ona baxarsınız. Əli əleyhissalam buyurur, لَتَعْتِفَنَّ الدُّنْيَا عَلَيْنَا بَعْدَ شِمَاسِهَا. Bir zaman dünya bizə arxasını göndərdi. Bir zaman dünya bizdən üz döndərdi. Bir zaman dünya nə qədər əlindən gəldi, cəfa elədi bizə. Amma لَتَعْتِفَنَّ الدُّنْيَا عَلَيْنَا. Bir zamanda olacaq ki, Məhdi zuhur eləyəndən sonra o bizə mehriban olacaq. Və onu Allah istəyir. 12-ci imam ondadır ki, İmam Hüseyin əleyhissalamın Kərbəladan intiqamını alacaq. Ondadır ki, Əhl-i Beyt onda hakim olacaq. Həzrət bunları deyəndən sonra bu ayəni oxudu və nuridu ənəmunnə aləl-ləzinə stuz'afu. Biz Həzrəti gözləyirik. Biz Həzrəti sevənlərdənik. Biz Həzrətin Allahdan istəyirik, yalvarırıq onun əskərlərindən olaq. Biz gündə namazlarımızda, ibadətlərimizdə, dualarımızda Həzrətin adını çəkirik, Həzrətin dualarını oxuyuruq, fərəc duası oxuyuruq və ümid edirik o gün ki, inşallah İmam Zaman ağa zuhur eləsin və onun zuhurində biz onun yardımçılarından olaq.
Və əgər dünyadan geçsək, bizdən sonra Həzrət zuhur eləsə, biz həmişə dualarımızda oxumuşuq, fərəc dualarında, səhərlər oxuduğumuz əhd dualarında oxumuşuq, İlahi bizi qaytar və biz Həzrətin silahlı qüvvələrindən olaq və Həzrətin əskərlərindən olaq. Ya Hüccətəllah, ya İmam-ı Zaman, səndən də biz istiririk, sən özün də dua elə və bizim də vəzifəmiz, borcumuz budur ki, inşallah dua eləyək və inşallah Həzrətin zuhuri yaxınlaşsın və biz o gözəl hadisənin şahidi olaq inşallah.